Məncə, qabaqcıl kompüter istifadəçisi bu mövzunu mütləq bilməlidir. İstər proqramlaşdırma dünyasında olsun, istər olmasın. Kodyaşçılar və Python proqramlaşdırma dilini sevənlər, hər kəsə salamlar, necəsiniz? Sizlər çox gözəl bilirsiniz ki, Python proqramlaşdırma dilində daha nələr mümkün deyil və bu qədər imkanın içində bugünkü mövzu tam yerinə düşəcəkdir. Çünki gələcəyin, mən indidən deyim ki, data engineering, eyni zamanda data analitika olan kəslər, cyber security, məlumatların emalı, təmizlənməsi, biz ona ETL deyirik. Məlumatların verifikasiyası, bu e-maildir, bu telefon nömrəsidir və s. və ilaxır. Bütün bu işləri tənzimləyən və təşkil edən bir imkan var. Bizlər bunu Python'da mütləq tətbiq edirik. Əslində vurgulamaq istədiyim odur ki, məhz ona görə deyəm ki, qabaqcıl kompüter istifadəçi bunu bilməlidir. Sizin redaktorlarda bir çox mətn proqramlarında artıq bugünkü mövzu yeridilib. İmkan kimi yeridilib, amma biz bugün proqramlaşdırma olaraq tanıyacaq. Söhbət gedir regex, regular expression, regular ifadələr. Python proqramlaşdırma dilində mən istədiyimi qarışıq şəkildə olsa belə tapıb, müəyyən edib, içindən götürə bilirəm. Mənim üçün bunu təşkil edəcək R adında elə modul var. Bu Python öz moduludur və heç nə dəvət etməyə, pip install yazmağa ehtiyac yoxdur. Bunun özü Python'dan gəlir. Deyirəm, həqiqətən də saymaqla bitməyəcək qədər imkana malik olan regular expression ilə bizlər hər şey deyirik. Bildiyimiz gigabaytlarla xam mal mətni istədiyimiz formata çevirə bilirik. İçindən istədiyimiz məlumatı istədiyimiz şablonda əldə edə bilirik. Bu gözəl bir imkandır. Bu çox yüksək bir səviyyəli bir işdir. Regular expression daha da çox yazan, daha da çox istifadə edən bu işi çox sevir. Amma mən istəyirəm minimal olaraq elə Python vasitəsilə regular expression nədir göstərim. Belədir ki, yaxın durun. Regular expression in Python. Getdi. Mən artıq redaktordayım və gəlin başlayaq. İstəyərəm kimlər ki, heç tanış deyil regular expression ilə, birinci onu göstərim. Əslində, dediyim kimi, mətndə, redaktorda, sizin Word proqramınızda bir çox yerdə regular expression var. Qabaqcıl istifadəçi, kompüter istifadəçisi mütləq bunu bilməlidir. Bilmirsə, ona bəlkə də bugün yenilik göstərəcəm. Və hətta gəlin keçid alaq. Çox maraqlı bir mətn qurmuşam burada. Deməli, şeirdir. Düzdürmü? El bilir ki, sən mənimsən. Amma çox qarışıq bir imkana malikdir. Hamısı əvvəldən başlamır. Boşluqlar var, lazımsız simvollar var və s. və axır. Burada iş lazımdır. Baxın, hələ proqramlaşdırma demirəm ha. Burada hələ proqramlaşdırma yoxdur. Burada siz nə qədər yaxşı bu işi təşkil edə bilərsiniz, onu deyim. Məsələn, hal-hazırda mən deyə bilərəm, gəl belə eləyək, öndə boşluqlar var da, düzdürmü? Bəlkə deyim ki, boşluqları axtar, yəni deyim ki, find, axtar boşluğu, dəyiş heç nəyə. Yəni, düşünürəm ki, qarşıdakı duran bu boşluqları mən yığışdırmış olaram, vururam, amma bir dəqiqə, bütün sözlərdə, sözlər arası olacaq boşluqlar getdi. Bu mənim işimə yaramadı. Yaxşı, burada azdır deyə, gəlin Command Z eləyim. Burada azdır deyə əlimlə düzəldərəm. Tamam mı? Mən ona görəm ki, biz böyük gigabaytlarla xam mal materiallardan istifadə edirik və burada əlimlə düzəldərəm 5-6 dənə sətirdir. Amma bu sətir sayı milyon və 2 milyondan çoxdursa, kimsə bunu eləmir. Biz nə edirik? Biz deyirik ki, gəl belə eləyək. Artıq regular expression qoşaq, çünki mümkün deyil də. Əvvəldən boşluqları sil deyə bir şey yoxdur axtarışda. Əgər regular expression nədir bilmirsinizsə, biz regex də deyirik, regular expression da deyirik, ya da ki, regular ifadə də deyirik. Və sən demə, Word-də, redaktorlarda, proqramlaşdırma redaktorlarının hamısında regex var. Belə bir işarə ilə, başqa bir işarə ilə ya da sözün özünü yazırlar regex, ya da regular expression nədirsə onu yandırıram. Vurdum, artıq qoşuludur. Və sadəcə tanıtım eləyim də, niyə də yox. İndi baxın, deyirəm, əvvəldən sətirlərin əvvəlində boşluqlar var. Vururam boşluğu. Dəyişmək istəyirəm, heç nəyə, onda silir onları. Amma məsələn onda ki, tək boşluq yox. Boşluq və onun kimi bir neçəsi.
dalbadal gələn. Fikir verin ki, mən artıq replace eləsəm, ay nə gözəl, yığışdırdı, möhtəşəm. Hətta deyə bilərəm ki, baxın bu nöqtədən nəsə xoşuma gəlmədi. O nöqtədən hətta bir neçə yerdə var. Gəlin burada özüm deyim, ay Allah, mən bu nöqtədən istəmirəm də. Hətta bu nöqtənin bu sonuncda 2-3 dənə yazım. Düzdürmü? Əvvəldə nöqtə də olmamalıdır. Niyə orada elədi? Amma diqqətli olmaq lazımdır ki, birazdan proqramlaşdırmada da onu görəcəyik. Regular expression sintaksisi var. Yazı deməli işarələri var və yazı işarələri hərdən təsadüf edir mənim öz yazımdakı simvollara. Məsələn, nöqtə orada bir iş görür, amma mənim nöqtəm yazı kimi istəyirəm tanınsın. Onda fikir verin ki, mən desəm ki, başlayan sətirdə əvvəldə nöqtə var ha. Onu yığışdırmaq istəyirəm, amma görün kimlər seçdi. Bütün başda dayanan hərf, nöqtə, nəsə simvol. Hə, amma mən nöqtəni seçdiysəm, onda həmin nöqtə işarəsi regular expression'da tanınan bir əməliyyatı bildirən bir işarədir. Amma yox, sən sadəcə nöqtə kimi mənə ver, onda qarşısına backslash qoyuruq. Fikir verin ki, əvvəldə olan nöqtələri seçdim. Amma hələ ki tək nöqtəni seçdim. Amma istəsəm ki, nöqtə və nöqtələr, ay nə gözəl, onları da yığışdırmaq istəyirəm və yaxud nəyisə əvəzləmək istəyirəmsə yaza bilərəm. Problem deyil. Nə maraqlı işdir, elə deyilmi? Regular expression bu deməkdir. Və məsələn deyə bilərəm ki, sonda, məsələn deyim ki, nöqtəli vergül var. Və fikir verin ki, mən bilə nöqtəli vergülü sakit axan arazları, məsələn burada qoymaq istəyirəm nöqtəli vergül. Deyək ki, burada qoymaq istəyirəm vergül, düzdürmü? Nöqtəli vergül. Amma nöqtəli vergül ancaq sonda olanlara marağım varsa, dollar işarəsini verirəm regular expression'da və deyirəm, sonda olan nöqtəli vergüllər varsa, onları yığışdır. Beləliklə ortadakilərə toxunmur. Eyni zamanda deyə bilərəm ki, diyez işarəsi var sonda. Özə deyirsən, bir yox, bir neçədən ola bilər. Sil də onları. Mən indi əvəzləmirəm nəyinəsə. Sadəcə silirəm, yəni heç nəyini əvəzləyəndə silirəm. Və ola bilsin ki, diyez işarəsi əvvəldə də var. Tamam, əvvəldə dayanan diyez işarə varsa, hətta bir neçəsi varsa, nə olsun bir dənədir, bəlkə başqa aşağıda sətirlərdə çoxdur, onları silirəm. Ay, nə gözəl. Və ən son məsələni göstərim və sən demə, belə şeyləri bilib işləmək nə gözəldir. Eyni zamanda deyə bilərəm ki, yeni sətiri təmsil edən var. Görün, nə qədər yeni sətir var. Əslində deyə bilərəm ki, yeni sətir bundan sonra artıq belə bir şeylə əvəzlənsin. Və fikir verin ki, hər növbəti sətir artıq 3 nöqtəni əvəzləndi və hamısı birləşdi bir sətrə. Nə istəyirsiniz edə bilərsiniz. Amma mən deyim ki, yox, 2 enter olsa 2 sətir və yaxud da ki, ümumiyyətlə 3 olsa, mən istəyirəm onu dəyişim tək olana. Və belə bir şey. Run edirəm. Nə gözəl, daha yoxdur ki, yoxdur. İstədiyimi əslində yaza bilərəm, söz yox, amma nə maraqlı bir şeydir. 2 aşağı xəttlər varsa, onları tək olanla əvəz edə bilirəm. Çox maraqlı, həddən ziyadə bir dünyadır və beləliklə regular expression biz böyük işlərdə, biz böyük əslində xammal mətnlərdə, datalarda düzgün şablonlarla, düzgün yazımızı yazsaq, nəyə istəsək əvəzləyə bilərik. Nəyə istəsək, fərqi yoxdur. Hətta dediyim kimi, my age, məsələn, 33 və buradan tutalım, mənə lazımdır ki, 33 olsun number sözü, düzdürmü? Onda mənə bəsdir ki, deyim ki, rəqəmə marağım var, amma fikir verin ki, mən üstəgəllə əvəzləsəm, o 2-dən 3-ü dəyişəcək üstəgəllərə. Yəni 2 əvəzləməklədir. Amma bir də var ki, fikir verin ki, bir var 3, bir də var 33. Yəni rəqəm və ondan sonra gələn nə rəqəmlər varsa üstəgələ dəyiş. Bax, run eləsəm burada artıq 1 gördüyünüz kimi üstəgəl gəldi. Çox maraqlı bir şeydir. Hətta dediyim kimi, orada nə rəqəm varsa bundan sonra qoy dəyişsin olsun number sözünə məsələn. Tamam mı? Nə olur olsun. Nə gözəl. İstədiyimi edə bilərəm. Beləliklə, belə bir dünya bizim Python'da da var. Bu hər yerdə belə işləyir və Python'da da artıq belə.
maraqlı qayda qanunlar qoyub içindən şablon üzərə istənilən məlumat əldə edə bilərik. Və bunu bacarana gələcəkdə parlaq gələcək var. Gəlin baxaq görək ki, bunu Pythonda necə yazaq. Deyirəm vaxtıdır keçək Pythona. Məsələn ondadır ki, Python özü mənə artıq regular expression yazmağa, istifadə etməyə şərait qurub. Yəni pip install yazmıram. Özünün modulu var. R. Onu import elədim, bəsdir. Yəni import R desəm, artıq regular expression istifadə etməyə hazıram. Aydın məsələdir ki, daha gələcəyə parlaq olan kəslər üçün regular expression dilini gözəl bilmək lazımdır. Mən maksimal olaraq yazdıqca çalışacağım deyim, çünki gördünüz fayılın içində də nələr yazmadım. Çox maraqlı şəkildə işlədi. Amma əlimdən gələni edəcəm. Düz mənimlə işləyən tələbələr onsuz da bunu görüb praktikada çox yazacaqlar. Amma minimal olaraq bunu göstərir. Məsələn, mən burada deyə bilərəm ki, text bərabərdir və gəlin belə bir şey deyim. Deyim ki, nə yazım ilahi? Burada düşünürəm ki, yazım my phone, təsəvvür edək ki, belə bir tekstim var və oradan nömrəni götürmək lazımdır. 0 deyək ki 45, düzdürmü? 231 11 11 belə bir şey. Düzdürmü? Və bu mətnin içindən təsəvvür edin ki, sizə text adında bir dəyişən vermişəm və demişəm ki, orada nömrə var. Nömrənin də necə yazılmasını mənə göstəriblər də və deyiblər ki, bax orada necə o nömrəni çıxar. Adi halda mən onu edə bilmərəm. Bu nömrəni konkret bilməliyəm ki, onu da göstərim. Amma mənə əksinə deyirlər ki, nəsə yazılıb, onu göstər. Və hətta bildirirlər ki, 3 rəqəmdir, sonra yenə 3 rəqəmdir, sonra 2 rəqəm gəlir, sonra 2 rəqəm gəlir. Bax, belə bir şey deyə bilərlər mənə, problem deyil. Onda mən nə edərəm? Sözü gedən bu işi formatda təşkil edərəm. Amma etmədən qabaq sizə bir məqam göstərim. Məsələn, bir anlıq yazım ki, data bərabərdir, salam, \n, hello. Güman edirəm ki, mən print data desəm, gəlin terminalı açım və burada Python main py çağırsam, ekranda salam və hello necə gələcəyini bilirsiniz. Run eləsəm, \n yeni sətri təmsil edən görünməyən işarələrdən biridir. Amma zahiri görürəm ki, salamın altında artıq hello var. Hətta \n bundan qabaq istifadə etmişdim, düzdürmü? Amma regular expression dünyasında o icra olunmasını istəyirəm. Məhz bunun üçün raw text var, r text. Yadınızdadsa, əgər Python proqramlaşdırma dilini kod yazıda öyrənmişsinizsə, bilirsiniz, f string var, bir də r string var. Buna dair hətta qısa videolarda çəkmişəm və sən demə, əgər icra olunmasın, əgər istəyirsən ki, aşağı düşməsin sətir olaraq, elə yazı xalis forması qalsın, onda r yazsan gələcəkdir. Və bunu mütləq bilmək lazım, çünki quracağım şablon elə məhz onun üzərində dayanacaq. Hansı şablondan söhbət gedir? Burada deyir 3, 2, 2, düzdürmü? Mən deyir ki, belə bir rəqəmlər düzülüb, 3 ədəd gəlir, 3 ədəd rəqəm gəlir, sonra da 2, 2 və aralarda tire. Tamam, mən nə edərəm? Məsələn, deyim ki, info bərabərdir və əslində daha peşəkar yaza bilərik, daha da gözəl yaza bilərik, amma sıfırdan başlayır, gəlin sıfırdan da olsun. Mən R modulundan xahiş edə bilərəm ki, axtarış nəticəsini mənə verə biləcək bir imkana müraciət edim. Birinci, mən şablonu vurğuladığım məlumatı tapan kimi mənə verməyə hazırdır onu. Hətta gəlin deyim ki, r.search və burada nə demək istəyirəm? Şablonumu R stringdə həmişə qururam, biləsiniz və harda axtaracağımı indidən deyim, tekstdə axtaracağım. Oxşar məlumatı. Birinci nə edeyim? Gəlin deyək ki, rəqəm aləmini istəyirəm. Hələ ki, tək rəqəm dedim, düzdürmü? Və düşə aşağı print deyim info. Belə bir şey yazsam nə olar görəsən? Birinci, belə bir məlumata baxaq. Belə qoymaram, düzdür, amma yenə də. Run edim və mənə çox maraqlı bir match obyekt gəlir. Belə qoymayacağım. Bu obyektdən məlumatı götürmək üçün mən qrup olaraq yönələ bilərəm. Gəlin deyim ki, nöqtə qrup yazmam ən düzgündür.
belə yazsam, artıq ilk birinci qarşısına gələn rəqəmi göstər dedim. Orada nə gəlirsə gəlsin. 0 birinci rəqəmdir. Hə, hətta gedib deyə bilərəm ki, bax, bir rəqəmdən deyil, bir neçə yan-bayan dayanan rəqəmlər silsiləsi də ola bilər. Ədəd kimi mənə gələ bilər. 0.45 necə gəlsin? Onda deyərəm rəqəm və onun kimi rəqəmlər. Üstəgəl, hələ ki odur. İndi birazdan danışacaq üstəgəllərdə, amma yenə də praktikada da bilirik. Və eyni zamanda baxıram ki, 0.45 gəldi. Hətta deyə bilərəm ki, elə eləmə. Konkret sayını deyirəm. 2 ədəd rəqəm. Çünki 0.45 gəlməyəcək artıq. Rəqəm artıq 2 elə bir ədəd görüm, elə bir rəqəm görüm ki, sadəcə 2 ədəd görünsün. Fikir verin ki, fiqur mötərizə ilə deyə bilirəm. Bundan praktikada daha çox görünəcək, amma işlədisə, daha düzgün olar ki, infonu belə yazmayaq. Çünki dediyim kimi, ola bilsin ki, heç info mənə yaxşı məlumat vermədi. Ona görə əslində biz yazırıq if şərt qoyuruq ki, əgər doğrudan da bir tapacağı bir şey var idisə, onu göstər. Biz daha çox belə yazırıq. Bu daha düzgündür. Amma deyən mənə format vermişdi axı. Onu gəl elə də qurum da. Deyim ilk birinci gələn 3 rəqəmlidir. Sonra tirə gəlir. Sonra bir də 3 rəqəmli gəlir. Sonra bir dənə də tirə gəlir. Sonra 2 rəqəmli və tirə 2 rəqəmli. Belə bir şablonda bu tekstin içində, indi sizin üçün qısadır. Əslində burada milyonlarla sətr olan bir informasiya dayana bilərdi. Burada yox, mən faylı oxuyuram, içindən götürürəm. Regular expression'dan fayllarla olan işləri Python proqramlaşdırma dilində güman edirəm, bilirsiniz. İndi bu saat mən belə bir şablonla bu nömrəni görəsə əldə edə bilərəm, ya yox, mənə çox maraqlıdır və run eləyirəm. Bu arada yəqin ki, nəyi vermədim bir baxaq görək. Bir fikir verin ki, heç bir məlumat almadım. Burada 3 qoymuşam, 2 yazmamışam. Gəlin bir anlıq print, gəlin bir anlıq, elə yaxşı oldu. Gəlin mən bilə-bilə deyim ki, print info. Nə baş verir? Print info. Tamam mı? Və nan gəlir. Tapmadısa nan gəlir. Və bu nanın hələ əgər siz durub bir qrup deyə müraciət etsəniz, düzdürmü? Onda vay sizin kodun halına. Ona görə biz nə edirik? If info deyirik. Bu bizə daha rahatdır. Bu bizə belə deyək də həqiqətən də çox maraqlıdır. Və nə etmək istəyirəm? Burada belə bir şey var. Mən onu mütləq göstərmək istəyirəm. Yəni şərti artıq nəyə görə istifadə etdim dedim. Belə bir şey var. Sən demə şablon üst-üstə konkret düşməlidir. Onda run edirəm, eyvallah. Mən istədiyim artıq nömrə gəldi. Mən əslində istəyirəm bu qrup məsələsini biraz da göstərim. Çünki bu elə bir mövzudur ki, bilmirsən hardan başlayıb harasını göstərəsən. Regular expression böyük bir dəryadır. Qərq olduqca onun həqiqətən də harda dayandığını, harda bitdiyini bilmirsən. Amma qrup mövzusu mənim çox xoşuma gəlir. Biraz peşəkarcasına da bunu yazaq deyirəm. Məsələn, qruplaşdıra bilərəm informasiyanı. Ola bilsin ki, bu rəqəmlərə əlim çatsın istəyirəm. Yəni, bax, deyirəm 3 rəqəmli gələcək, söz yox. Düzdürmü? Amma mötərizədə də göstərə bilərəm. Sonra tirəyə yenə mötərizə açıram. Bu həmin mötərizədir ki, regular expression özünə aiddir. Yəni, bu nömrədə, sözü gedən bu telefon nömrəsində mötərizələr yoxdur ki, eyniləşdirim. Xeyr, bunu başqa iş üçün görürəm. Bir fikir verin ki, mən indi bu saat belə yazıb, save etsəm və sadəcə terminalı çağırıb, yenə də terminaldan run etsəm, heç nə dəyişmir. Ona söz yox. Bəs onda niyə bunu elədik? Məsələ ondadır ki, elə bu misalda göstərirəm. Onsuz da qarşıma gəldikcə, düşündükcə yazacağım da. Amma niyə də indidən göstərmirəm? Sən də mən mötərizə istifadə etdimsə, qrup ancaq mötərizəyə aiddir. Mötərizələr varsa sənin şablonunda, onda mən belə bir şey də yaza bilərəm. Tək qrup deyib,
heç bir şey yönəlməsəm nömrənin özünü verir. Tamamen bütün şablona uyğun. Ya da ola bilsin ki, mənim əlim o nömrələrə çatsın istəyirəmsə, hətta qruplaşdırmışam deyə görün nə maraqlı formada nəticə əldə edirəm. Bizlər elə olur ki, o informasiyanın hansı bir məqamını parçalamaq istəyirik, götürmək istəyirik. Belə bir şeylər də eləyirik. Mötərizənin gücü burada çox böyükdür. Və sən demə, regular expression mənə onun üçün lazımdır. Mən şablona uyğun olaraq götürdüyümü hətta istəsəm parça-parça müəyyən yerlərdə və müəyyən formada təşkil edim. Çox gözəl bir şeydir əslində. Və bundan sonrası artıq bizə baxır, amma yenə də deyirəm. Belə bir bəsit formada, hətta qrup yazın deyə onu da göstərməyə çalışdım. Nə yadıma düşəcəksə onların hamısını göstərəcəm. Çalışacaq biraz da peşəkarlıq notları da bura ataq. Amma təzə başlayan üçün nə göstərirəmsə çörəkdir. Gəlin davam edək. Gəlin sizinlə başqa bir praktikanda yaşayaq. Deyək ki, mənim məsələn fayl adında bir dəyişənim var. Məsələn təsəvvür edək. Aydın məsələdir ki, bəlkə də başqa cür olardı real praktika, amma niyə də yox. Deyək ki, həmişə mənim fayllarım, şəkil fayllarım img ilə başlayır. Sonra hansı bir rəqəm ola bilsin. Gəlin deyək ki, 22, bəlkə də 100, bəlkə də 7200, nədirsə belə bir şey. Sonra aşağı xətt və sonra da həmin faylın yaranan deyək ki, tarixi 2024 12 məsələn .jpg. Belə bir fayldır, düzdürmü? Bəlkə də başqa cür başlayır, fərqi yoxdur, çox maraqlı bir şeydir. Amma mən onlardan hansı kameradan, hansı telefon kamerası ilə çəkilib öyrənməmin bir yolu var. O da img və rəqəmlə başlamalıdır, kvadrat mötərizə ilə. Məsələn, belə bir şey. Amma əvvəlində nə isə yoxlamaq istəyirəm, söhbət elə ondan gedir. Əvvəlində nə isə yoxlamaq istəyirəm, mənə match lazımdır. Array.match. Amma match əvvəldən yoxlayandır. Yəni, səni maraqlandıran ortada sondadsa match işləməz. Amma gəlin baxaq. Yenə deyim ki, info bərabərdir və array.match. Və aydın məsələdir ki, mən yenə də yönəlmək istəyəcəm öz birbaşa row stringimə və burada deyərəm ki, mən nə istəyirəm? Mən deyəm ki, belə bir şey olmalıdır. Sonra kvadrat mötərizə və hər hansı bir rəqəm. Belə bir şey yaza bilərəm. Hələ işləyəcək, işləməyəcək bilmirəm. İndi birazdan biləcəm. Bilirəm nəyə görə işləməsə işləməyəcəkdir və bunları bilə-bilə praktika kimi göstərmək istəyirəm. Və deyirəm ki, əgər info, yəni bilirik ki, səndə mən none da gələ bilər. Print və gəlin elə OK də deyim. Hələ ki, hal-hazırda. Sonra dəyərə baxaraq run eləmək istəyirəm. Bu arada mən match kimlə eləyirəm onu demədim. File-la. Tamam. Və run eləmək istəyirəm. Heç bir şey gəlmədi. Niyə gəlmədi? Axı img və düz gəlir. Niyə gəlmədi? Sən demə kvadrat mötərizə işarəsinin özü də regular expression dilinin işarələrindən biridir. Onu söz kimi yaşatmaq istəsənsə, yəni simvol kimi, onda qarşısına backslash qoy ki, ekranlaşsın, yəni simvola çevrilsin, öz dilinə yox. Belə bir şey yazsam görəsən nə olar? Yoxlamaq istəyirəm, OK gələrmi? Və baxıram ki, yenə də nəsə düz gəlmədi. Baxım görüm ki, kvadrat mötərizə, bəlkə belə yazdım, çünki 22 yazmışam, hamısını yoxlamaq istəyirəm. Nə gözəl gəldi, maraqlı söhbətə baxayım. Sən demə, mən baxın, bura bir dənə qoysaydım və buradakı plusu yığışdırsaydım, run eləsəydim bu an, OK gələn kimi sevinərdim, əla yazdım. Amma mənim kameramda bu 2 qalmayacaq ki, sabahsın olacaq 232, şəkil 232 və 2024-də çəkilib məsələn, düzdürmü? Və mənim match halım işləyərmi? OK gəlmədi. Nədir mənim problemim? Buna baxayım. Bax, belə şeylər regular expression praktikasında çox qarşınıza çıxacaq. Plus qoyun bəlkə işləyər ki, əvvəllərdə bəlkə deyə bilərsiniz. Və run edim OK. OK gəldisə, aydın məsələdir ki, mən istəyərəm match'in özünü görüm, yəni infonu görüm.
və baxmaq istəyirəm ki, həqiqətən də mən yenə də bir element alıram, hər şey görürəm. Görürsən info nöqtə belə bir şey yaza bilərəmmi? Yoxlayıram da, hə, yox. Düzdür, ona indi bu saat marağım var ya yox, bilmirəm. Mən indi bu saat məqsədim o deyil. Baxın, mən onu oradan götürmək istəyirəmmi? Yox. Onu oradan götürmək istəmirəm. Mən müəyyən etmək istirdim ki, əgər belə bir fayllar adı mənə gəlirsə, 100% o kameradan çəkilib. Məsələn, print photo from iPhone. Məsələn, belə bir şey deyim. Vəssalam. Da nə gəlir gəlsin? Odur. Hətta bundan bir dənə də yaradım. Burada isə məsələn olsun mov. Belə bir şey və burada da mov. Məsələn, mov faylıdır. Tamam mı? Və fayl 2 yazım bura. Burada 2 yazım. Və gedim cəhd edim. Amma hətta gedim burada deyim ki, əks halda niyə də yox. Else print məsələn print not image. Məsələn, belə bir şey. İndi bu saat vacib deyil mənə, amma yoxlamaq istəyirəm. Not image. Nə gözəl gəldi. Çünki gördü ki, bax bununla başlamır. Tamam mı? Amma məsələn yaza bilərəm ki, ikisində də kvadrat mötərizə və hər hansı bir rəqəm dayanır. Gəl bura bir 11 yazım. O qədər problem deyil. Belə bir şey yoxlamaq istəyirəm və fikir verin ki, hətta artıq mən bunu yoxladım. Sadəcə gəlin print info deyim, ancaq və ancaq info. Görəm mənə nə verir. Nan alıram. Deyirəm ki, kvadrat mötərizə içində rəqəmlər var. Var da, amma match neyinir? Match ortalara baxmır ki. Tamam mı? Match gedir, ancaq əvvələ baxır. Əvvəldən elə başlayırmı? Məsələn, mən gəl burada yazım kvadrat mötərizə 1. Tamam mı? Və run edim. Gözəl işlədi. Nəsə göstərməyə hazırdır. Sən demə match necə işləyir, bunu bilmək lazımdır. Düzdür. Əslində gəlin bu hissəni silim, artıq match necə işləyir bildim. Düzdür, bəlkə də Python'da deyə bilərsiniz ki, axı belə bir şey var. Print file nöqtə starts with. Başlayırmı məsələn belə bir şeylə? Hətta o yoxlaya bilər. Hə və ya yox deyəcəkdir. Deyir, bəli. Amma məsələ ondadır ki, mən elə bir şərt qoya bilərəm ki, dediyim kimi, içində 232, 535, onda mən deyə bilmərəm də, yaxşı 232 ilə başlayırmı? Gəl belə deyim. Hə, başlayır. Amma sabahsı gün burada artıq artıb və dəyişir get-gedə həmin rəqəm. Amma belə bir şey də soruşamıram. Yenə də həmin mən dediyim deməli şəkil ailəsidir. Kameradan çəkilib o yan bu yan. Amma starts with konkret stringin metodudur və konkret nəsə deməlisən ki, ona uyğun işləsin. Amma kvadrat mötərizəsində rəqəmlər dəyişir. Bunu starts with edə bilmir. Bunu etsə regular expression edir. Bax, belə şeylər biləndə sənin işin daha da asan olur. Mən istəyirəm bir də layihələrimizdə daha çox yoxlamalar var, validation var. Validasiya yönələk, məsələn e-mail ya telefon nömrəsi və s. və ilaxır. Yəni mən qoydum şablon üzərə düzmü gəlib? Məsələn, niyə də yox? Deyim ki, fon bərabərdir plus 994 məsələn 67 342 13 13. Məsələn belə bir şey deyirəm. Və mənim çox maraqlı bir patternim var. Yəni birbaşa gedib deyə bilərəm ki, yenə də info deyim. Bərabərdir ren nöqtə, amma bu dəfə full match. Full match'in çox maraqlı bir məqamı nədir? Deməli, search mən bildim istənilən yerdə tapa bilir. Match ancaq əvvəldən. Amma mən tekstin içində yox. Birbaşa mənə bir hansı dəyər gəlib və onu real telefon aləmindən deyə yoxlamaq istəyirəm. Və aydın məsələdir ki, bu mənə belə də gəlir. Nə mötərizəsi, nə bir şey. Amma plus 994 67 342 13 13.
Mən bunu yoxlamaq istəyirəm. Mən bunu sözü gedən birbaşa raw textə deyəcəm və indidən vurğulayım, hərdən yadımdan çıxır. Yoxlamaq istədiyim fon olacaqdır. Mən nə deyirəm? Hətta birinci nəyi göstərmək istəyərdim sizə? Eyni zamanda danışa-danışa göstərəcəm deyə. Bu elə bir mövzudur ki, bilmirsən hansı tərəfdən başlayıb izah edəsən, hansı tərəfdən deməyəsən. Gəlin elə belə deyim. Deməli, məsələ nədir? Orada vurğulanır ki, birinci plus işarəsi olmalıdır. Belə bir şey dayansa, ümumiyyətlə gəlin bir mütləq if info deyim. Print info. Birinci belə yazım. Hətta deyim ki, print OK də gəlsin. Niyə də yox? Deməli, söhbət nədən gedir? Full match. Mən konkret qoyduğum şablon üzrə yoxlama gedəcəkdir. Mənə text gəlmir ha. Mənə konkret deyək ki, xanalarda yazmısınız. Nömrəni yazın, e-maili yazın, falan yazın, 5 məkan. Bunları yoxlamaq lazımdır da. Artıq deyək ki, baza yazmadan qabaq doğrudan da yazdığı nömrədir ya yox. Və buna bir şablon qururam. Deyirəm plus işarəsindən başlayır. Amma məsələn ondadır ki, plus da sözü gələn regex dilində bir iş görür. Bəlkə gördüyünüzdə backslash d plus yazdım, düzdürmü? Bir yox, bir neçə belə rəqəmlər ailəsindən və indi bu saat onu sadəcə başda dayanan bir simvol kimi tanıtdırmaq istəyirəmsə backslash qoymalıyam, düzdürmü? Sonra da deyirəm ki, backslash d, məsələn belə bir şey deyə bilərəm. Və neçə ədəddir? Yəqin ki 10 ədəd olar və ya 1, 2, 3, 4, 5, sonra da 7, yox 10 olmur, daha çox olur. Deməli 5, 6, 7, 8, 9, 10, 11, 12. Sən demə bundan sonra 12 rəqəm ailəsi olmalıdır. Hətta belə bir şey demək istəyərəm. Yoxlayım görüm düzdürmü? Şablonlardan biri belə yazıla bilər məncə. Və run edirəm, OK gəldi. Eyni zamanda tamamilə doğru, əla. Sən demə, nömrəmi ən azı belə təşkil edə bilərəm, məsələn. Və o da ki, daha konkret deyərəm. Plus Azərbaycan nömrəsi olmalıdır. Plus 994. Düzdürmü? Belə bir şey yazım. Sonra deyim ki, qalan artıq 7, yox, 9 ədəd olmalıdır. Belə bir şey yoxlayım. Və cəhd edim ki, run edim, OK. Gəlin else halında yazım. Else yazım printdə, gəlin printdə deyim ki incorrect, düz deyil məsələn. Amma plus 994 ilə başlamır. Məsələn, başlayır başqa bir ölkənin koduyla. Plus 1, düzdürmü? Və run eləsəm incorrect, gör necə yoxlayıram ha, Azərbaycan nömrəsi olsun. Sonunda 9 rəqəm. Ay, möhtəşəm, əslində gözəl, maraqlı bir məqamdır və görürəm ki, həqiqətən də full match budur. Amma eyni zamanda başqa bir şeylər də göstərir ki, biz necə yazırıq. Yenə də deyərəm, plusla başlayır, amma plusu yazıya çevirməm üçün belə bir şey eləməliyəm. Amma sonra daha da maraqlı. Backslash d rəqəmlər ailəsini təmsil edir, amma başqa bir formada var. Bu ən qısa yazı formatıdır da, amma yenə belə bir şey var. Kvadrat mötərizədə gedib deyə bilərəm. Kvadrat mötərizənin içində nə yazsan, bax indi bu saat nələr yazsam, bunlardan biri ola bilər deməkdir. Bunlardan biri ola bilər deməkdir. Yəni burada nə yazıramsa yazım indi bu saat, D də ola bilər, F də ola bilər, J də ola bilər, düzdürmü? Yəni bunlardan biri deməkdir kvadrat mötərizədə. Yəni burada görürsünüzmü, kvadrat mötərizə istifadə edir. Yox, bu kvadrat mötərizənin yazı kimi istəyirəmsə qarşısına backslash qoyacağım. Amma yox, regexin dilində istifadə olmalısa, onda heç nə dəymirəm və deyirəm, fikir ver. Deyirəm, 0-dan 9-a kimi istənilən rəqəm qoy istifadə olunsun burada, məsələn. Hal-hazırda run eləsəm, incorrect gələcək, çünki mən dedim ki, 0-dan 9-a kimi istənilən rəqəm burada iştirak edə bilər, amma backslash D yazdığım kimi oldu. Amma hətta eləsindən çox olsun desəm, tamam mı? Belə bir şey ola bilər, məsələn, OK. Görürsən, bunun yanında fiqur mötərizə 9 ədəd belə bir şeydən istəyirəm, yenə OK, ala bilərəmmi? Bir fikir verin ki, mən bu rəqəmdən
0-dan 9-a kimi, amma 9 ədəd istədim. Amma 994 deyil axı, 12 ədəddir yəqin ki. Gəl bura 12 yazım. Bəs belə səhv məndədir yoxsa keçməz? Gözəl. Gör nə qədər praktika eləmək lazım ki, regular expression dünyasının yiyəsi olasan. Nə maraqlı. 0-dan 9-a kimi. Ola bilsin ki, burada bir salam sözü var. Salam. Tamam mı? Onda mən burada gedib deyərəm ki, bir fikir verin ki, bundan hamısını tanıyata, niyə də yox. Gedib deyərəm ki, A-dan Z-də kimi istənilən bir hərf istifadə oluna bilər. İnterval deyirəm. Əslində Z olmayıb tutalım T-yə kimi ola bilərmi? Bəli. Onda T-dən sonra əlifbada nə hərflər varsa iştirak etməyəcəkdir. Bundan hamısı yoxlaya bilərsiniz. Amma məsələn onda ki, indi bu saat run eləsəm incorrect alacağım, çünki A-dan Z-də kimi istənilən hərf ola bilər, amma hərf deyil. Plusdan sonra əməli başlı söz gəlir. Yəni hərflər çoxluğunda bura bir plus yazım. Gözəl, əla. Bura nə yazsam əladır. Fikir verin ki, əladır. Gedir özdə plus yazmışam deyə sayı nə qədər istəyən ola bilər. Konkret sayı bildirmirəm. Amma bəsdir ki, bura harasa bir rəqəm qoyum. Görəsən işləyərmi? Eynilik təşkil edərmi? Xeyr. Nə maraqlı bir şeydir, nə maraqlı dünyadır və beləliklə mən anlayıram ki, burada çox şey yazmaq olar, maraqlı bir şeylər, amma bir sözlə salam belə də yaza bilərəm. Düzdürmü? Götürərmi? Run eləsəm götürməz. Mən balaca hərflərin A-dan Z-də kimi demişəm. Böyük hərfləri istəyirəmsə, məsələn, mən deyə bilərəm A böyükdən Z-də kimi. Düzdürmü? Bunlardan istənilən biri və yaxud da bunun kimilər, çünki üstəgəl işarəsi qoymuşam, iştirak edə bilər. Baxıram ki, əla. Bəs hello da istəyirəm olsun. Düzdürmü? Tam gələcəkmi? Yenə də gəlmədi. Bəlkə ola bilsin deyim ki, böyük AZ, ola bilsin ki, fikir ver, ola bilsin ki, hətta A balaca Z-də qədər iştirak eləsin. Nə gözəl götürür. Möhtəşəm. Və rəqəm. Bura ancaq 4 və 5 yaza bilərəm. Başqa heç birini. Onda deyərəm, görəsən 4-5 yazsam olarmı? Bunu yoxlamaq istəyirəm məsələn. Gedir. Tamam da, tutalım 3 yazıram. Mənə çox maraqlıdır. Və adı məsələn belə şey eləmərəm, mən 0-9 yazaram. Bu deməkdir ki, 0-dan 9-a kimi. Balaca A-dan balaca Z-də kimi, böyük A-dan böyük Z-də kimi sən nə yazsan olsun, amma üstə gəl də burada olsun istəyərəm məsələn. Tamam mı? Amma məsələ ondadır ki, bəlkə bura qoyuram üstə gəli. Bilmirəm sözün açığı. Run edirəm incorrect, amma halbuki demək olar hər şey yaxşı idi. Bir dəqiqə. Onda bu üstə gəllə başlamamalıdır. Bəlkə burada bir üstəgəl istifadə edim. Sözün açığı bilmirəm. Belə qoyub baxacağam və run etməyə cəhd edəcəm. Evvela üstəgəl də ayrıca simvol kimi tanıtdırıla bilir. Çox maraqlı siyasət burada qurula bilir və bundan sonra e-mail yoxlamaları əslində daha böyük də uzun yazıya malikdir. Telefon yoxlamaları və bir çox şeyləri burada biz təşkil edə bilirik bir mənalı olaraq və adı məsələ ki, yenə də deyirəm, işiniz daha da qruplaşmaya gedəcəksə və elementlərə ayrıca toxunmaq istəyəcəksinizsə, onda lap əla. Amma görün, hər şey mənim əlimdədir. Yəni oradakı o informasiya nə idi ki, mən onu toxuna bildim, qrupla əldə edə bilirəm. Gözəl bir şeydir. Full match tamına eynilik təşkil edirmi mənim qoyduğum şablon üzərə? Onu yoxlayan bir imkandır. Deməli, oturdusa həmin bu şablona sözü gedən yazı əla. Deməli, deyək ki, bu xanaya bu insan həqiqətən də Azərbaycan nömrəsini yazıb və yaxud da ki, həqiqətən də həmin xanaya o e-mail adresini yazıb, başqa bir cəfəngiyyat yazmayıb. Belə gözəl imkanlar var regular expression'da. Mən istəyirəm bu an sizlərə ən çox istifadə olunan və məqsədi yönlü, maraqlı informasiyanı toplaya biləcək bir şəraiti regular expression'da göstərim. Yəni bizlər
hər hansı bir məlumat çoxluğu gəlir və onun içindən istədiklərimizi əldə etmək istəyiriksə, burada tam başqa bir metoda yönələcəyik. Hətta belə bir şeyi mən lap əvvəldə yazdığımı görmüşdünüz, düzdürmü? Mən müəyyən bir şablonumu bildirmişdim və sonra dedim ki, tekstimdə elə bir telefon nömrəsi var ki, onu əldə edək bu şablon üzərə. Run edib mən onu görürdüm, düzdürmü? Amma məsələ ondadır ki, gəlin sizin üçün mən burada bir nöqtə qoyum və deyim məsələn work phone belə bir şey deyim 012 və deyək ki 813 14 belə bir şey yazmaq istəyirəm. Bu da iş nömrəsi olsun. Amma icraya versəm görəcəm ki search həqiqətən də ilk birinci tapdığını mənə nəticə olaraq verir. Amma mənim xam mal hələ ki təmiz emal olunmamış bir məlumatın içində nömrələri əldə etmək istəyirəmsə və o nömrə çoxluğunu götürmək istəyirəmsə search onu etməz. Bunun üçün mənə ən yaxşısı gəlin göstərim ki find all var. Hamısını tap mənə ver. Özü çox maraqlısı odur ki find all tapacaq, özü sənə listin içində hamısını verəcək. Olmasa boş list qaytarmış olacaq. Amma daha bura bizə qrup lazım deyil. Sadəcə özünə baxaq və gəlin bir daha terminalı açım və run edim. Voilà. Artıq mətndə nə varsa nömrə olaraq bu şablon üzərə hash əldə edəcəm. Nə gözəl, nə maraqlı. Aydın məsələdir ki, gəlin bura bir anlıq yalandan nəsə başqa bir şey yazım. Belə bir şey yazsam ki, bunu da axtarıram. İndi bu saat şablon yazmaq istəmirəm. Heç bir şey gəlmir. Belədir ki, bir anlıq print infonu bir daha yazım, heç şərt qoymadan. Çünki boş, biz bilirik ki, boş sözü gedən list həmişə negativ ailədəndir və ifin içindən salsam, boşdursa o mənim nəyimə lazım deyə heç bu hissəyə girmir. Amma ayrıca göstərirəm, əgər uyğunluq olmasa boş list qaydır. Nə gözəl, nə maraqlı, özdə eyni zamanda nəinki bu söhbət bu nömrədən geçsin. Məsələn, təsəvvür edək ki, tarixi anlardır, nə bilim, çox maraqlı bir məqalədir, Ağqoyunludan danışır, Azərbaycanın tarixindən danışır, nə bilim, sərkərdələrdən danışır, bir çox şeylərdən danışır və həmişə illəri də vurğulayır, düzdürmü? Böyük bir tekstdə gəlin deyək ki, mən sadəcə da history deyim buna. History 1 məsələn hansı bir baş verənlərdən danışır və bu gedir çıxır 1988-ci ilə. Məsələn history 2 deməli bir baş verəndən danışır. Bu da gəlir çıxır 1900 deyək ki 3-cü ilə. Hansı bir history məsələn 3-dən danışır ki, o da 1972. Belə bir şeydir və böyle bir mətndə içində illər var. Mən hansı illər əhatə edir? Bu məqalə hansı illərə əhatə edir? Öyrənmək istəyirəmsə, illər çoxluğunu mən şablon olaraq ötürə bilərəm. İllər demişə nədir? 4 rəqəmli. Deyək ki, əgər müasirdirsə, belə ki 3 rəqəmliyə də yönələ bilərəm. Məsələn, deyə bilərəm ki, gəl belə eləyək. Rəqəm ailəsi olsun və konkret 4 məsələn. Belə bir şey yazın. Mənim indiki halımda bu mənə bəsdir. Eyvələ, nə gözəl də maraqlı. Hətta gedib deyərəm ki, tapdınsa, gəl birinci onu sıralayaq. Tamam mı? Sonra onu göstərək və run eləsəm 1903-dən 1988-ə kimi sıralı formada gələcək. Çox maraqlı imkanlardır və beləliklə sən demə R modulunda olan metodla hərəsi bir-birindən çox maraqlıdır və hərəsindən düzgün formada yararlana bilərəm. O kəslərə ki, get-gedə bu sözü gedən şablonlar dilini qura biləcək bir biləyə sahibdir. Onlar üçün hər şey çox rahat olacaq. Belədir ki, find all artıq bir listin içində mənə çoxluluq verir. Mən isə artıq oradan əldə etdiyim əsas da onun üçün bu böyük bir mətni götürmüşdüm. Oradan əldə etdiyimi artıq atacağım hansısa bir proyektə və işimi davam edəcəm. İşlər daha da maraqlı gedir. Gəlin sizə regular expression-dan başqa nə edə bilərik onu da göstərim. Məsələn, bayaq lap əvvəldə şeir olan tekstdə mən bir çox şeyləri hətta tapıb əvəzləyə bilirdim, dəyişə bilirdim, replace edə bilirdim.
Mən regular expression-da da replace edə bilərəm, özü dinamik şəkildə. Adi halda nəysə dəyiş, ikisi də məlum olanlar ailəsindəndir. Burada isə mən şablonuma uyğun olaraq edə bilərəm. Məsələn, bu misal qala bilər məndə. Gedib deyə bilərəm ki, mən onları tapmıram. Əksinə, mənə gəl belə edək. Gəlin bu şablonu indidən götürüm. Gəl belə eləyək. Mən istəmirəm nömrələr tekstdə görünsün, rəqəmlər. Əvəzləyək onu ulduza. Niyə də yox? r.sub desəm və artıq ən sadə yollardan birini deyim. R yazacağım və row variantı deyəcəm, tək rəqəmlər var, tək. Onların hamısını xahiş eləyirəm. Dəyişərsən ulduza. Harda text adında mənim dəyişənimdə və print info desəm, çox maraqlı bir nəticə yəqin ki əldə edərəm. Gəlin run edim. Eyvallah, möhtəşəm. Hamısını gizlətdi. Gözəl bir şeydir. Amma eyni zamanda düz bunun özünü dəyişmir, amma yeni bir string məlumat verir. Eyni zamanda hətta gedib deyərəm ki, gəl belə eləyək. Bayaq axtardığım da nömrələr, bax bu nömrələr. Dəyiş elə özüm bilə-bilə belə bir görüntü eləyirəm. Gizli nömrə. Məsələn, belə bir şey gəlin hətta yazım bura, mən Azərbaycanca yazmayayım. Phone, hətta deyim hidden phone, belə bir şey deyim və run edim. Bu daha peşəkarcasınadır. Bu rəqəmləri ulduza çevirmirəm. Bu şablonda nömrə gördümsə, çünki bəlkə də orada başqa bir şey də mənə vurğulayır. Bəlkə o rəqəmlə mənə başqa bir şey də deyir. Nəinki nömrəni deyir. Orada ünvan var. Deyək ki, Xaqani küçəsi 57. Onda 57 özü də olacaq ulduz. Onu istəmirəm ki, mən deyim nömrə oldusa dəyişim. Okay? Məsələn, burada gedib deyə bilərəm ki, bəlkə də tamam, əslində Python redaktor özü mənə bunu edir. Mən enter vuranda özü backslash qoyur ki, mən davam edim. Ya bunu gərək üçlü dırnaqda eləyəm, ya da belə. Amma gəlin mən elə etməyim. Gəlin həqiqətən də biraz üçlü dırnaqda istifadə edim. Və dediyim kimi, bəlkə də bu work düşməlidir aşağı. Bəlkə də burada hardasa address Xaqani 57 düzdürmü? Belə bir şey istəyirəm və run edirəm. Gördüyünüz kimi Xaqani 57 qalır. Amma belə bir halda mən istifadə etməm. Onda Xaqaninin ünvanında iştirak edən rəqəm də dəyişir. Bu da o deyil. Tamam mı? Ona görə belə şeylər var ki, biz daha peşəkarcasına yanaşırıq və regular expression-da əvəzləmələr də çox maraqlı təşkil olunur. Daha dərin əvəzləmələr də var. Elə bunun özünü bilmək belə gözəldir. Çünki mən sizə göstərdiyim hələ səthi olan bir biliklərdir. Dərindən regular expression bilənə biz bilirik ki, o kəslə işləmək çox maraqlı və faydalı olur. Buyurun. Mən telefon nömrəsini bilməsəm də, amma necə yazılır biləndə belə onu əvəzləyib, belə gizlin şəkildə təşkil edə bilərəm. Gəldik ən maraqlı, ən sevdiyim məqama. Haçan mən istəyərəm əlimdə olan, deyək ki, yazını parçalayım. Amma bu ana qədər öyrəndiyimdən biraz fərqli olacaq. Məsələn, sizə göstərim ki, məndə belə bir tekst var. Əgər mən yazsaydım, məsələn, alma, armud, məsələn, banan və deyək ki, yumurta. Belə bir şey yazsaydım və printdə desəydim ki, print text split, düzdürmü? Və çalışıb run eləsəydim, alma, armud, banan, yumurta təşkil olunardı, söz yox. Amma almadan sonra birində vergüldür. Birində nöqtə vergüldür. Birində boşluqdur. Belə bir şeydir. Və məsələn ondadır ki, indi bu saat belə bir şey icra eləsəm
ayırmağa cəhd edəcək, amma alma vergüllə, armud nöqtəli vergüllə. Bu o deyil. Təmiz iş lazımdır. Axı biz informasiyanı emal edirik və regular expression mənə ona görə lazımdır əslində. Və məsələ ondadır ki, mən bu işi yəqin ki, maraqlı formada bəlkə də təşkil edə bilərəm. Və gəlin deyim ki, yenə də info deyəcəm, bərabərdir nöqtə və mənim üçün burada işi tamamən emal edəcək, ayıracaq bir metodum splitdir. Yenə də R-də split yazacağım. Yəni sanki stringdəki split kimidir, amma burada mən bir format quracağım. Yadınızdasa dedim, kvadrat mötərizədə nələri sadalasan, bunlardan hər hansı biri iştirak edə bilər. Yəni içini doldura bilərəm də. Deyə bilərəm, bax, ola bilsin vergül, ola bilsin nöqtəli vergül, ola bilsin boşluq, amma biz boşluğu backslash s deyirik, balaca hərf. Bunlar ola bilər və mənə lazım ki, bunlar split olunsun sözü gedən tekstə. Bəlkə üstəgəl işarəsinə də ehtiyacım oldu, amma praktiki olaraq yaşamaq istəyirəm bunların hamısını və run edirəm. Görürəm ki, aha, burada nəsə məndə baş verdi. Bir saniyə və mən belə yazsam, ayda nə maraqlıdır. Ona görə plus əslində bizim ehtiyacımız var. Çox dərindən getmirik bu mövzulara. Əslində ayrı-ayrı deyəcəm plus nə edir, nə etmir, amma bir sözlə heç də pis alınmadı. O həmin tekst hardakı alma vergül, amma vergül mane olur. Armud nöqtəli vergül, o da mənə mane olur. Amma belə təmiz şəkildə mən parçalaya bilərəm və bunlarla istədiyim formada, istədiyim yerdə istifadə edə bilərəm. Split mənim üçün özümün qurduğu şablon üzərə mane olacaq elementləri yığıb burada təşkil edə bilərəm. Möhtəşəm bir şeydir. Və belə vurğulayıram ki, ola bilsin ki, boşluqdur, çoxlu olsa, vergüldür, çoxlu olsa mənə mane olmasın. Məsələn, burada gedib deyə bilərəm ki, məsələn, vergül, sabun. Belə bir şey yaza bilərəm. Görək, belə halda sabun mənə gələrmi? Təmiz halda gəlir. Möhtəşəmdir də. Həqiqətən möhtəşəmdir. Məsələ məhz bundadır. Bizlər biləndə bu necə işləyir və bu kimi imkanları tanıyanda böyük datalara, böyük data engineering, böyük data analitikaya və təsəvvür edin ki, bu emal işi tam başqadır. O lap başqa bir şeydir. Emal işin içində olanda özünə bir senari qurursa və bu bildilər hamısı orada iştirak edir və bəsit bilinən bir məhsul dönür olur tam sənə lazım olan deməli dataya və bugün süni intellekt belə işləyir. Süni intellekt regular expression'dan 10 illərdən, 20 illərdən olan məlumatı hər şeyi dənə-bədənə parçalayır, formalaşdırır, özündə saxlayır. Sən sual verəndə bilir hara yönəlmək lazımdır. Mən yazdıqlarım bana qədər artıq sizə bir nümunə idi ki, səndə regular expression bir dili var, məntiqi var, şablon yazma strukturu var ki, hər şey düzgün təşkil etsən, hər bir işarəni bilsən ki, nə üçündür, sonra onları bir yerdə, bir maraqlı məsələdə toplaya da bilərsən ki, axtardığını düzgün strukturda tapasan. Amma gəlin bir qısa olaraq deyim, nələr daha vacibdir. Gələcəyini artıq yoxlayarsınız. Beləliklə nöqtə istənilən bir simvoldur. Məsələn, A nöqtə B yazanda özümün şablonunda R və dırnaq içində A nöqtə B yazsam, bu ACB, A7B, A-1 nöqtə deməkdir ki, nə olur olsun bir ədəddir. Tamam mı? Slash D artıq gördük. Yəni rəqəm ailəsidir. Böyük slash D var. Haçan D hərfi böyükdür. Bu isə rəqəm olmayan hər hansı bir kəslər, hər hansı bir simvol ola bilər. A böyük, məsələn, tire, boşluq. Sonra W yazırıq. Yəni hərf olaraq A-dan Z-ə necə deyiriksə, belə uzun yazmamaq üçün qısalar var. Slash yazıb, backslash yazıb, W yazıramsa balaca hərflərdən bu hərfdir.
Amma tək hərflər deyil, eyni zamanda rəqəm və aşağı xətt həmin ailəyə aiddir. Yəni W yazdığınızda balaca hərflərlə backslashla bərabər bil ki, hərflərdir, rəqəm və aşağı xətt simvolları hamısını qəbul edəcəkdir. Misalda göstərildiyi kimi W plus slash ilə mən yazsam, Python aşağı xətt 3 qəbul edər. Tamam mı? Getdik. Böyük hərfinə olan W isə əksinə, hərf olmayan. Məsələn, ət işarəsidir, tiredir, boşluqdur. Amma boşluğu təmsil edən də bayaq göstərdim ki, regular expression dünyasında backslash S balaca hərf simvoludur. Mən biləm ki, onunla bərabər onu təmsil edən bir də tab və yeni sətir. Backslash N də əslində elə S ailəsindəndir, balaca S ailəsindən. Amma böyük S boşluq olmayan simvol. Bu qalanlar sanki deməkdir. Hərfdir, nə bilim, rəqəmdir, ət işarəsidir və s. və ilaxır. Mən hətta lap əvvəldə, sətrin əvvəlində hansısa bir iş görürdümsə, mən artıq caret simvolunu qoyurdum. Mətnin başlanğıcını bildirəndir. Yəni bir iş görəcəmsə və onu əvvəldə görəcəmsə, ilk birinci həmin işarə gəlməlidir. Bunun testini hətta etmişdim. Eyni zamanda sonu bildirən isə o nədirsə sonunda dollar işarəsi dayanmalıdır ki, mətnin sonunu bildirsin. Yəni yönəlməm haradır? Ulduz işarəsi. Ulduz işarəsi qoyulduğu zaman bil ki, bundan ya heç olmamalıdır, ya daha çox ola bilər. Məsələn, A ulduz o deməkdir ki, bir dənə daha ola bilər, 3 dənə də və ya daha çox. Plus işarəsi ən azı bir və ya daha çox olmaya bilməz. Ən azı bir və ya daha çox. Yəni A plus A da ola bilər, A'lar çoxluqda ola bilər, amma plusla ulduzun fərqi ondadır ki, A olmaya da bilər, ya da A'dan çox ola bilər. Plus isə ən azı bir dənə A var deməkdir. Sual işarəsi isə çox maraqlıdır ki, sual işarəsi isə ya heç yoxdur, ola bilsin yoxdur, ola bilsin varsa da bir dənədir. Yəni çoxlu deyil. Və tutam color sözündə ola bilsin ki, U yazıla bilər, yazılmaya da bilər. Bu iki sözü də qəbul et. Çünki mənə gələn yazı Britan və yaxud da ki, American yazısı ola bilər. Biri U'nu qoyur, biri U'nu qoymur. Ona görə deyirəm ki, ola bilsin var, ola bilsin heç yoxdur. Varsa da U'dan çox olmayacaq ki, bir dənə olacaq, düzdürmü? Eyni zamanda dəqiq yönəlmə var. Bunu biz hətta nömrələrdən görmüşdük. Yəni fiqur mötərizədə N yazdımsa, artıq bilirəm ki, falan qədər, bu qədər. Bir də var ki, fiqur mötərizədə N yazıb vergül qoymaq. Yəni ən azı N dəfə, yəni 5-dən ən azı 4 dənə olacaq. Vergülə qoydumsa, yəni 4-dən daha çox. Bir də var ki, mən yazıram ki, deyək ki, rəqəmlərdir, amma 3-7 arası. Yəni ən az 3 və ən çox 7 ədəd istənilən rəqəm ola bilər. Məsələn, backslash D və fiqur mötərizədə 2-4 dedimsə, bu aydın məsələdir ki, artıq 2, 3 və ya 4 rəqəmdən ibarət olanlardan danışılır. Kvadrat mötərizəni də yoxlamışıq, tanıyırıq. Yəni simvollar qrupu deməkdir. Bir mənalı olaraq, yəni məsələn kvadrat mötərizəsində ABC bu deməkdir ki, A-da iştirak edə bilər, B-də, C-də. ABC bir yerdə deyil ha. Ya A, ya B, ya da C simvoluna icazə var, iştirak edə bilər. Bir də var ki, kvadrat mötərizədə həmin artıq bu işarəni görmüşdük. Sətrin əvvəlini təmsil edən, amma kvadrat mötərizənin içindədirsə, onda əksinə bu qrupdan başqa hər kəs olar deməkdir. Məsələn, kvadrat mötərizəsində caret və 0,9 deyirsənsə, bu demək ki, rəqəmlər olmasın. Bax, buradan heç bir bunlardan biri olmasın. Yəni, bayaq kvadrat mötərizədə ABC yazmışdımsa, o ABC-nin qabağına mən həmin caret qoysam işarəsini, onda nə A, nə B, nə də C olmamalıdır deməkdir. Amma düz xətt və yanı bildirir.
Yəni biz ona pipe deyirik ya da vertical bar deyirik. Yazırıq cat, sonra düz xətt dog. Bu demək ki, ya cat ya da dog. Mötərizə daha advanced, daha böyük, daha biliyi gözəl olanlara aiddir. Çünki burada qruplaşdırma imkanı var. Onu da hətta yaşadıq və çox ciddi, o qədər də getməyəcək. Yenə deyim, hamısını praktikada məndən yaşayacaqlar. Və tək backslash isə xüsusi mənim üçün simvoldur ki, mənim o bayaqdan da burada sadaladığım iştirak edən, mənim elə burada bu regular expression yazısında kvadrat mötərizədir, nöqtədir, üstə gəldi, ulduzdur. Bunların iştirakı normaldır. Amma elə olur ki, mən axtardığım belə ulduz olur. Mən axtardığım mötərizə olur. Məhz mötərizə regular expression'ın yazısıyla, mötərizə mənim axtardığım simvol yazısıyla eyni olmasın deyə mötərizənin yazı kimi, nöqtənin yazı kimi, üstə gəlir yazı kimi tanısın deyə ekranlaşdırıb biz backslash qoyuruq. Bunu da yoxladıq, yaşadıq və beləliklə sən demə, ən azı bunları bilib başlamaq olar. Bundan əlavələr də var. Bundan kompleks maraqlı işlər də var, amma bu bir növrədir. Bunu bildin, nə gözəl. Mən istəyirəm sizlərlə bir də peşəkarcasına adlı qruplara da yönələk. Çünki get-gedə bu işi gözəl bilmək lazımdır. Və məsələn deyim ki, text bərabərdir. Gəlin sadəcə sadə yolla deyim ki, info 1 bərabərdir tutalım laptop və info 2 qoy olsun 2300. Belə bir şey yazam. Adi məsələ ki, info 1 və info 2 əvəzinə başqa bir sözlər dayanmalıdır. Məsələn, product price. Amma indi məqsədim o deyil və birbaşa gedirəm. Amma bilirəm ki, belə strukturda yazılacaq. Hansısa bir söz, qoşan nöqtə, sonra oradakı dəyər. Məni maraqlandıran odur ki, info 1, info 2 həmişə olacaq, amma dəyişən laptopdan 2300'dür. Orada sabahsı gün laptop əvəzinə başqa bir şey dayanacaq, 2300 əvəzinə başqa dəyər dayanacaq. Düzdürmü? Və mən istəyirəm ki, info dəyişənimə deyim ki, r.nöqtə və birbaşa search eləyim. Artıq bu nədir və necə işləyir bilirəm. Amma qrupun özü çox maraqlı olacaqdır. Burada mən bir deməli FOR string yaradım və indidən deyim ki, söhbət gedir textdən. Amma R stringdə hətta gəlin sizlər üçün bunu belə kopyalayayım, çünki bu sanki təkrarlanan, amma içində müəyyən dinamikada dəyişən informasiya var. Bax bura. Info 1, amma nə olacağını mən oradan götürməliyəm. Götürərkən də ad verim. Çox maraqlı, daha peşəkarcasına gözəl dünya qruplarla işləyəndə olur. Çox maraqlı əslində işlərdir. Və gəlin burada qrup olaraq deyim ki, özə placeholder atacağım və ona bir ad verim. Deyim ki, məsələn product ya da prod deyim və deyim ki, burada söz dayanır. Yəni hərflər çoxluğu dayanır və hətta artıq bilirəm ki, W mənim üçün hərfləri təmsil edəndir. Yəni bir hərf yox, hərflər çoxluğu bir söz mənasında. Eyni zamanda da info 2-də də, gəlin burada da mötərizəyə artıq ehtiyacım var. Bir placeholder atım və burada da bildirim ki, məsələn price və bu da rəqəm ailəsidir. Bu qədər. Hər şey düzdürsə, indi birazdan nəticəni də görərik. If info bilirəm ki, none da gələ bilər və elə burada deyim ki, print info nöqtə. Əslində belə yazsam görürsən işləyərmi? Belə bir şey. Çox maraqlıdır. Adlı yönəlmirəm, eləmirəm. Tamam, qrup gəldi. Nə gözəl. Amma məsələ ondadır ki, mən bundan qabaq belə bir şey də bilirdim. Bilmirəm, burada işləyər ya yox. 1, eyni zamanda 2. Baxım, hamısına baxım, heç nə olmaz. Və görürəm ki, laptop 2003 gəlir. Amma 1-2 nədir bilmirəm. Sözün açığı, xəbərdar deyiləm. Görürsən, bura prod yaza bilərəmmi? Özdəki dırnaqda. Yəni, sadəcə öyrənim. Əla. Artıq 1-2 mənə mane olurdu. Bilmirdim bu nədir. Amma price, artıq bildim dırnaqda. Və salam, nə gözəl.
informasiyanı belə əldə edə biləm. Bu mənə daha rahat, oxunaqlı həyat. Bizlər həmişə placeholder atırıq. Biz bilməliyik də mən götürdüyüm nədir. Həmişə 1, 2, 3, 4, 5 atsam gərək hər dəfə mənbəyə qayıdam. Görəm ki, ay Allah, nədir ki orada 1, nədir ki orada 2, nədir ki orada 3. Amma belə super. Belə çox möhtəşəm və rahatam. Yəni bunu indi print eləyəm. Amma əslində deyə bilərəm ki, product, məsələn, product bərabərdir buna. Deyim ki, price bərabərdir sözü gedən buna. Buradan da mötərizəni yığışdıraq. Və print, gəlin deyim ki, product söhbətidir və price söhbəti. Allah, hətta yuxarıdakini daha istəmirəm məsələn də. Belə bir şey. Adətən biz daha çox belə şeylər eləyib, bundan sonra baxırıq nə deyil. Və təmizləyim, istəyirəm görəm həm laptop, həm də 2300. Möhtəşəm. Həqiqətən belə bir şeylər bilmək zirvədir. Ümumiyyətlə, bu tək Python aid deyil. Bu PHP-də də belədir, JavaScript-də də belədir. Sadəcə Python verdiyi nə varsa daha maraqlı, daha gözəl şəkildə verir və bizlər yararlanırıq. Bax, bu dəfə əsas məqamlardan biri gəlir. Mən regular expression istifadə edərkən ortada çox maraqlı məqam üzə çıxır. Deməli, biz həmişə tək bir sətirlə işləmirik ki, axı tekstlə işləyirik və çox sətirli məqam var. Mən axtardığım hələ bilinmir, yazdığım kimi yazılıb, yoxsa böyük hərflərlə yazılıb, ya qarışıq hərflərlə yazılıb. Bu və ya digər o qədər amillər var ki, bura bayraq lazımdır, flag deyirik ona. Və məsələn, belə bir şey yaza bilərəm əslində. Gəlin deyək ki, text bərabərdir Python, text bərabərdir Python və Python hamısı balaca. Düzdürmü? Və gedib desəm indi bu saat ki, yenə də info deyim, bərabərdir R nöqtə nə yazaq ilahi? Python olan hamısını hər kəsi tapaq. Yəni find all, bilirəm ki artıq bu nədir? Və gəlin elə belə də yazım. Bu daha maraqlı olar məncə. Deməli, deyim ki, Python axtarıram. Okay? Textdə. Və mənə zəhmət olmasa nəticəni göstər. İndi bu saat run eləsəm biri ancaq gəlir. Və biri də gəlməlidir. Çünki qoyduğum şərtlə tutuşan ancaq odur. Mən istəyirəm ki, heç baxmaya onun deməli registrinə, yəni baxmaya ki, böyük hərfdir, balaca hərfdir, onda R nöqtə və ignore case deyə bilərəm. Çox maraqlı bir dünyadır və indi bu saat, yəni baxmada hərflərin böyük balacalığına, Python yazılıb, bu bəsdir. Run eləsəm, eyvələ, hamısı gəlir. Görürsən, ignore sözündə bir dənə i yazsam işləyərmi ya, yox. Qısa versiyası varmı? Və yenə də run eləyim. Eyvələ, möhtəşəm. Bunu ki, belə yazıram ha. Gözəl də işləyir. Çox maraqlı. Belə bir şeylərlə əslində biz qabağa gedirik. Bu hələ gördüyünüz kimi bu ana qədər yazdığım demək olar ki, hər şey tək sətirdə idi. İndi birazdan çox sətirliyə də müraciət edəcəm və bizlər həmişə ən böyük işimiz çox sətirlilərdir. Hərdən elə olur ki, mən sətirləri parçalayıram və dənə-bədənə gəzirəm. Onda bu ana qədər yazdıqlarımdır. Yox, böyük bir kontekstdə müraciət edirəmsə sətirlər çoxluğu, onda biraz iş multi-line-a gedir. Multiple line. Amma indidən deyirəm, baxın, sən demə, bu qədər də biliyin içində üçüncü bir element də, yəni ən sonunda bir element də var, bayraq. Onu da vurğulaya bilərəm ki, konkret axtarışımda nəyə vurğuluyum. Mən istəyirəm bu dəfə multiple line istifadə edim. Yəni bir yox, bir neçə sətirdən ibarət olsun. Məsələn, text deyim ki, bərabərdir və əgər multiple-dırsa, onda üçlü dırnağa ehtiyacım var. Gəl deyim ki, Python, düzdürmü? Sonra gedim deyim, məsələn, Ruby, gedim deyim PHP, gedim deyim
JavaScript və gedim sonunda deyim ki PHP. Belə bir şeylə yazmaq istəyirəm, sətir bə sətir. Tamam mı? Və yenə də info deyirəm, bərabərdir r.find all və burası çox maraqlı olur. Mən öz şablonumda deyirəm, bax, sətrin əvvəlindən, görün burada nə qədər sətr var. Python, Ruby, PHP, JavaScript, Ruby, PHP, JavaScript və PHP 2 dəfə yazmışam. Gəlin bura Perl yazaq. Və məsələ ondadır ki, mən deyirəm ki, bunların hamısı lap başdan başlayır da. Və deyirəm ki, P ilə başlayır, bir mənalı olaraq. Və sonra da hərflər gəlir də, yəni W və belə bir şey yəqin ki, yaza bilərəm. Söhbət hardan gedir? Tekstdən. Və gedib birbaşa print info demək istəyərəm ki, nəticəyə nəzər yetirim və görürəm ki, ilk birinci Python'ı gördü, amma digər P-lardan olan heç kimi görmədi. Amma desəm ki, yo, bir dəqiqə tələsmə, flag, bir bayraqda vurğulayıram ki, söhbət gedir multiline, M ya da, gəlin bu dəfə M deyim, qısa həmişə gözəldir. Və run eləsəm, evalə, başlayanlar, hər yeni başlayan sətirdə P-lər, Python'dır, PHP'dir, Perl'dır. Möhtəşəm. Bax, belə bir şeylər mütləq atırıq. Bu bizim üçün həqiqətən bayraqdır. Bizlər belə şeylər çox işləyirik. Mən, məsələn, məndə elədir. Başqalarında bilmirəm. İndi mənim işimin bir neçə qismi bir mənalı olaraq böyük tekstlə deməli bağlıdır. Çox böyük tekstlərlə, çox böyük bir data ilə və mən onu elə multiline mətn kimi də oxuyuram. Və ona qoyduğum şərti r.m ilə edirəm. Bu mənim daha çox işlədiyim fayl formatlara aiddir. Ona görə də mən əgər unutsam r.m yazmağı, onda nə qədər yazırdım, heç bir işləməyəcək. Ancaq ilk birinci sətri görəcək, digərlərinə baxmayacaq. Deyir, çox da uzağa getmədən başqa bir şeydə danışaq. Qoy elə tekst və multiline söhbəti qalsın, amma bayraq olaraq tam başqa bir şey deyəcəm. Məsələ nədir? Məsələ ondadır ki, bizlər çox güclü şəkildə, gəlin kommentdə göstərim, çox zaman nöqtə ulduz deyirik, məsələn. Çox zaman, bir çox yerdə ən çox istifadə etdiyimizdir. Hətta regular expression'da, burada da işarəsi elə görün eyni seçib. Yəni hər şey, hamısı. Amma məsələ ondadır ki, gəlin belə də yazım, info bərabərdir və search eləyə bilər əslində. Çünki bir elementə yönələcəm və gəlin deyək ki, bax, pay ilə başlayır, sonra hər şey, bax, nə qədər sətr olsun, olur olsun və deyək ki, Jav belə ilə bitsin deyirəm. Harda? Sözü gedən tekstdə. Və deyirəm ki, əgər info, çünki bu qrup istəyəcək məndən, ona görə print info nöqtə group. Əla. Görək hələ düzmü yazırıq, görək hələ səhvmi yazırıq və run edirəm, heç bir şey görmürəm. Amma çox maraqlıdır. Mən bura rel.all bu tam yazılmalı desəm və run eləsəm, evvela nəticə gəlir. Nədir buna səbəb? Məsələn, ondadır ki, bayaq vurğuladığım sözü gedən nöqtə və ulduz hər şey deməkdir, amma bir sətirdə. Növbəti sətrə baxmır bu axtarış, bu yönəlmə, hər şey. Sözü hər şey deyəndə çox sətirli informasiyada, yazıda hər şey ancaq bir sətirdə baxa bilir. Hər şey aşağı da get, yəni yeni sətri özündə ehtiva etmir belə bir yazı. Amma .all bayrağı ilə deyirsən ki, nöqtə hər şeyə baxsın. Nöqtə yeni sətrə də nəzər yetirsin, yəni aşağı da düşsün. Hə, onda py ilə başlayır, jav ilə bitirir. Python, Ruby, PHP və Jav.
möhtəşəm, gör necə yazılan bir amildir. Biz belə şeyləri bilməsək, ciddi bizi maraqlandıran böyük emal olunmamış məlumatdan istədiyim formada və istədiyim strukturda məlumatı, informasiyanı, data tipi və yaxud nə deyirsiniz deyin, əldə edə bilməyəcəm. Bayraqları da gözəl bilmək lazımdır. Bayraqsız siz ancaq bir sətirdə qalacaqsınız. Digər heç nə edə bilməyəcəksiniz. Amma bizə gələn həmişə çox sətirlidir. İndi göstərmək istədiyim gələcəyinə həqiqətən də peşəkar olarkən yazmalı olacağınız kodu göstərmək istəyirəm. Çünki bizlər əgər bir pattern'dən çox istifadə edəcəksə, onu hər dəfə yazmırıq. Onu bir obyekt bağlantısı edirik və ondan çıxış edirik. Möhtəşəm bir şeydir. Məsələn, mən bir dəfə yazmışdım ki, my phone və hansısa bir deyək ki, tekst idi və hər hansı bir nömrə, düzdürmü? Bu ana qədər nə edirdim? Bu ana qədər deyirdim ki, elə search edə bilərik. Yenə deyəm, bir sətirdədir, elə bir nömrədir. Gəlin deyim ki, info bərabərdir r.search və burada həmişə yazırdım bu ana qədər. Çünki təzə başlayıram, təzə öyrənirəm və yaxud da ki, xırda yazmaq istəyirəm. Böyük layihələrdə mən hər dəfə bunu yazmaq şəraitim olmayacaq. Bunun əvəzində başqa şeylər var. Onu göstərəcəm. Amma nə edirdim? Deyirdim ki, deməli, axtar tap mənə zəhmət olmasa, deməli, rəqəm çoxluğu olaraq deməli 3, sonra yenə də backslash d mən gedib deyirdim ki 3 və inşallah ki səhv etmərəm. Sonra nə deyirdim? 2 və 2. Hətta sonuncuya ehtiyacım yoxdur. Bax belə. 3, 3, 2, 2. Tamam. Və sonra da deyirdim ki if info print info group. Tamam. Bunun info group. Bunun hamısını bilirəm. Özü hara tətbiq edəcəm onu yazmadım. Deyirəm text. Tamam. Və belə bir şeyi əslində run edim bugünə kimi və xoşbəxt edim ki, cavab gəlir. Amma təsəvvür edin ki, nömrə deyə belə bir yazını mən dəfələrlə 1000 başqa yerdə, amma eyni bir istəyim olacaqdır. Onda biz belə yazmarıq. Biz belə heç yazmarıq. Əvəzində gedib deyərik ki, məsələn, phone pattern bərabərdir və r.compile və sözü gedən bu dəyəri bura atarıq. İlk birinci bunu görmək lazımdır. Compile edirik, obyektə dönür və belə bir şeyi artıq rahat istifadə edə bilərik. Yəni, gedib deyə bilərəm ki, info bərabərdir və burada demirəm r.search, xeyr, fon sözünü düz yazmaqla. Mən gedib deyirəm ki, da artıq mənim patternimi tanıtan bir imkan, bir obyekt varsa, o da recompile'dır ki, font pattern'a verib. Mən artıq bundan sonra deyəcəm ki, font pattern.search və harda edirəm? Textdə. Bu ən gözəl, ən səliqəli, ən düz, ən peşəkar bir yazı stilidir. Bu sonradan sonra sizə gələcəkdir. Böyük bir layihə quranda, klasa müraciət edəndə, qayda quranda, hardansa siyahı götürəndə, compile etdirib, obyekt əlində olub və ona yönələndə olur möhtəşəm. İndi vaxtı deyil, bunu yaxşı fundamental bilik səviyyəsi olan əla quracaqdır. Amma gedib aşağıda artıq gedib deyə bilərəm ki, yenə də if info və gedib deyərəm ki, print info.group. Bu qədər. Baxaq görək, harda səhv eləmişik. Əvvəla, möhtəşəm, səhv yoxdur, gözəl də işləyir və bu əla bir şeydir, həddən ziyadə gözəl bir şeydir. Məsələn, eyni zamanda gedib deyə bilərəm da, belə bir şey də yazaram. Məsələn, fikir verin ki, hətta yığışdırım boşluqları. Bu dəfə deyim ki, mənə rəqəmləri hamısını taparsan, bax belə. Amma bu dəfə tutam search eləmirəm.
deyirəm ki, find all. Belə bir şey deyə bilərəm və qrupa ehtiyacım yoxdur. Bilirəm ki, bu mənə list olaraq gəlməlidir və baxaq görək ki, əlimdə nə olacaqdır. Voilà. Möhtəşəm. Həqiqətən möhtəşəm. Belə bir şey yazan biz axtarırıq həmişə. Regular expression ancaq o kəsədir ki, kim ki gözəl anlayır, nəyi necə harda yazmaq lazımdır. Testlərinizi bol edə bilərsiniz bir məna olaraq. Mən öz dərsimdə tələbələrimə həmişə verirəm maraqlı tekst və deyirəm oradan mənə filan şeyləri çıxardım, verin görək nələrdir. Tamam, və yaxud əvəzləyin nəyinənsə. Və yaxud da ki, reguların əvəzində bir regular başqa bir şey atın. Çox maraqlı bir dünyadır tələbələrimdə və bu işin peşəkarı olmaq üçün başqa variantı da yoxdur. Amma peşəkarcasına biz həmişə compile edirik. Compile edəndən sonra kimə şamil etmişiksə dəyişən olaraq o mənə obyekt olur və ondan sonra nöqtə nə bu ana qədər bilirdimsə onu da yazarım. Bu çox gözəl yazı stilidir, möhtəşəmdir. Hamı buna gəlir sonda. İndidən dedim sizə, amma regular expression dilini gözəl biləndən sonra məncə belə bir şeylər bilməyin artıq vaxtıdır. Regular expression'ın başqa elə bir imkanı var ki, onu deməsəm mümkün deyil. Look ahead, look behind və çox gözəl bir şeydir. Özü şərti olaraq yanaşırıq, amma istifadə etmirik. Maraqlı bir şeydir. Məsələn deyim ki, tekst bərabərdir. Ən bəsit bir şey 120 məsələn AZN 400 euro məsələn 230 dollar 45 AZN belə bir şey yazım və gedim nə deyim? Deyim ki AZN bərabərdir r.compile da artıq compile nədir bilirəm. Amma çox maraqlı məqam indi başlayır. Deyirəm ki, marağım o dəyərlərədir ki, rəqəm olaraq, pul olaraq manatı olanları denən. Yəni 120 və 45 əlimdə olsun. Mənim məqsədim odur. Amma öncədən yoxla və belə bir şey yaza bilirik. AZN. Gedib aşağıda artıq deyə bilərəm ki, çünki bundan hamısını axtarıram deyə find all verməm daha yaxşıdır. Yəni info bərabərdir azn.find all. Harda? Tekstdə. Əla. İnşallah hər şey düz yazmışıq. Denən bir infonu düz yaz. Aha. Və print info. Nəticəyə baxmağa dəyər. Eyvallah, möhtəşəm. Fikir verin ki, çox maraqlı bir temadır, mövzudur, dəhşət gözəl bir şeydir. AZN iştirak eləmir. Amma şərti yoxlama iştirak edir. Yəni görün bunlardan hansı AZN var özündən sonra. Amma öncədən buna baxır. Və məhz sonra 120 və 45 əlimdədir. Məncə pis söhbət deyil. Görəsən dollar yazsam belə olarmı? Birinci buna baxım və run edim, gəlmədi. Bəlkə dollar regular expression öz dilinə aid olan işarələrdən biridir. Bəlkə belə yazım və yenə run edim. Ay möhtəşəm. Belə şeyləri gözəl bilmək lazımdır bir mənalı olaraq. Bir də var ki, look behind. Gəlin belə deyək. Səhv etmirəmsə, bunu başqa cür də yaza bilərik. Məsələn, price 120 və deyim ki, məsələn, fee 34. Belə bir şey yazmaq istəyirəm. Və bu yazıda mən o rəqəmləri istəyərəm ki, gəlin buranı tam təmizləyim. Yəni, mən desəm ki, bütün rəqəmləri mənə göstər, düzdürmü? O mənə 120-yi də göstərər, 34-ü də göstərər. Amma mənə lazımdır ki, ancaq price yazılan, onun deyək ki, vergisi mənə lazım deyil.
Belə bir şey edə bilərəmmi? Sual, amma bundan sonra bərabər yazmıram. Kiçikdir, bərabərdir və price belə bir şey yazmaq istəyirəm. Price olan ancaq mənə maraqlıdır. Eva ilə yalnız və yalnız 120 gəlir. Çox gözəl bir məqamdır. Yəni bu yazıdan artıq görürsünüz ki, filandır, bunları götürün. Biz belə şərti yönəlmələrimiz var ki, gözəl formada təşkil edirik. Bu həqiqətən də aylar, doğrudan da ki aylar, il demirəm yox, amma yetərincə aylar xərcləyəcək bir mövzudur. Yaxşı peşəkar olmaq istəyən buna bir 3 ayını xərcləməlidir. Fərqli, həqiqətən də inana bilməyəcəyiniz qədər fərqli, heç həyatınızda görmədiyiniz fərqli mən dataları versəm, onların üzərində işləsəniz, bu işin peşəkarı olacaqsınız. Sadəcə data emalı başqa bir şeydir. Çox başqa bir şeydir. Yəni bugün süni intellekt məhz belə bir biliyin var olmasının üzərindədir. Başqa bir şey demirəm. Təsəvvür edin də, nə gözəl bir şeydir. Yəni belə bir şeylər var ki, mütləq bilib, mütləq tətbiq etmək lazımdır. Məncə elə ki, bu qədəri bəsdir. Elə deyilmi? Bizlər regular expressionsiz heç bir iş görmürük. Bizlər bilirik ki, bu bizə çox lazımdır. Gələcəyinə sizlər də aylarınızı bu işə versəniz, olacaq möhtəşəm. Bu görünən hissəsi idi icebergin. Çünki həqiqətən də mənim öz işimdə belə o qədər kömək edib regular expression, daha demirəm ki, data engineering, data analitika, cyber security, hər hansı bir fayl emalı, log emalı, bir çox işlərdə mütləq lazım olacaq. Əgər fundament bilik, Python proqramlaşdırma dili, fundament gözəldirsə, artıq vaxtıdır regular expression öyrənməyə. Çünki mən bu ana qədər uzadıb regular expression heç kimə vermirdim. O da o səbəblə ki, hələ özüm də çalışırdım yazdığım layihələrdə re-importu istifadə etməyim. Onun öz vaxtı var. Çünki elə böyük işlərlə məşğuldur bu regular expression və gələcəyinizə çox böyük, önəmli, mən deyərdim, təsir göstərəcək bir bilikdir regular expression. Bu ifadələri gözəl bilmək lazımdır, şablonları gözəl qurmaq lazımdır, olacaqsınız peşəkar. Bu 10 gün işi deyil, bu 1 ayın işi deyil. Gözəl işləyin, gözəl tətbiq edin. Mən söz verirəm, bu sizə böyük bir fayda verəcək. Ona görə də nə edirik? Kozas kanalına abunə oluruq mütləq şəkildə. Like, paylaşım elə edək ki, sosial şəbəkələrdə harda mən bu paylaşımı edirəmsə, like, eyni zamanda sizlər də öz səhifənizdə paylaşım edin. YouTube'da mütləq paylaşım edin, YouTube'a abunə olun ki, sayımız artsın. Azərbaycanlı, oxuyan Azərbaycanlının sayı artsın. Mən bundan başqa heç nə istəmirəm. Təmənnasız videoların YouTube'da olma səbəbi Azərbaycanlım oxusun deyə. Sağ olun, sağ salamat.